Mərkəzi prosesorun işləmə sürətini təyin edən əsas göstəricisi nədir? Mərkəzi prosesorun əsas göstəricisi takt tezliyidir. Əsası P olan say sistemində Y və P ardıcıl rəqəmlərdirsə və Y kiçikdirsə P olarsa, Y-ın qiymətini tapın. Deməli, bizə say sistemində ədəd verilib, P say sistemindədir və çıxıb, elə adi belə qaydada da çıxsam, çünki böyük ədədlər deyil. P-yə bərabər olub 50 onluqda. Hər hansı P say sistemində çıxıram. 3-dən 2 çıxsam, 2 ilə 3-dən kiçik ədəd olduğuna görə olacaq 1. Y-lar çıxacaq 0. 4-dən də 3 çıxsam olacaq 1. 101 P-də bərabərdir 50 onluq say sistemində. 101-i də P-də yazsam, P üstü 0, P üstü 1, P üstü 2 kimi olacaq. P-nin kvadratı üstəgəl 1 bərabərdirsə 50-yə. Buradan da P çıxacaq, kök altda 49, yəni cavab 7. İndi cavabımız 7 deyil, bizim P-miz 7-dir. Əgər P 7-dirsə, Y da P-dən kiçikdirsə, bizdən Y-ın qiymətini soruşur. Deməli, Y bərabərdir P minus 1. O da olacaq 6. Doğru cavabımız A. 1984 ədədi Roma say sistemində necə təsvir edilib? 1000 ədədini M, 900 ədədini M və M-dən öncə bir dənə C. Yəni 1000, 1000 çıx 100, 900 edəcək. 1900, 80 yazmaq üçün yaza bilərik 50 və x, 50, 60, 70, 80. 4 yazmaq üçün isə bu formada simvoldan istifadə edərəm. Olacaq 1984. Doğru cavabımız A. Rəsmi xəbər portallarına istinad etmədən yayılan məlumatı əsas tutmaq informasiyanın hansı xassəsinin pozulmasına gətirir? Rəsmi xəbər portallarına istinad etmədən məlumatı əsas tuturuqsa, bu məlumatın etibarlılıq xassəsini pozur. Yəni, rəsmi mənbələrdən olmalıdır məlumatımız. Doğru cavabımız Y. İnformasiyanın miqdarını 3 bit artırdıqda əlifbanın gücü necə dəyişər? 3 bit artırsam, əlifbanın gücündən söhbət gedir. Yəni, 2 üstü I. Mən I-ni 3 bit artırsam, yəni 2 üstü 3 qədər artmış olacaq. Yəni 8 dəfə artacaq. Yəni n bərabərdir 2 üstü i-dirsə, mən i-ni 3 bit artırsam, bu deməkdir ki, əvvəl 2-nin üstü i-dir qüvvətimiz. İndi i plus 3-dür. Bu da o deməkdir ki, 2 üstü i vurulsun 2 üstü 3-dür. Yəni 8 dəfə əlifbanın gücü artacaq. D variantı. Maqnit informasiya daşıyıcısını seçin. CD-ROM optikdir. Sərt disk, bəli, sərt disk maqnit informasiya daşıyıcısıdır. B. Blu-ray optikdir. Flash kart elektrondur. DVD isə optikdir. Doğru cavabımız B. 54 8-likdə, 1C16-lıqda, 28 onluqda ədədlərinin cəmini ikili say sistemində ifadə edin. Mən bu tapşırıqda hər birinin onluq say sisteminə keçirdəcəm. 54 8-li say sistemini onluğa keçirsəm, olacaq 44. 1C-ni 16-lıqdan onluğa keçirsəm, edəcək 28. Bu ədədimiz də elə 28-dir. Bunları cəmləsəm, edər 100. Onluq say sistemində. Onluq say sistemindən ikili say sisteminə keçmək üçün 2-nin qüvvətlərindən 100-ü 2-nin qüvvəti olan ən yaxın ədədlərə gətirmək istəyirəm. 100-ü yaza bilərəm. 64 üstəgəl 32 üstəgəl 4. Yəni 2 üstü 6 onluqda. Təbii ki, bunların hər bir onluq say sistemindədir. 2 üstü 5 və 2 üstü 2. Birbaşa onluqdan ikiliyə keçidi üsulu ilə əgər ədədimiz 2-nin qüvvətidirsə, ikili say sisteminə keçən zaman 2 üstü 6-nı 1, 6 ədəd 0-la əvəz edə bilərəm. Yəni 64 üstəgəl 1, 2, 3, 4, 5, 1 ədəd 0,
Üstə gəl 1, 2, 1. 0, 0, 1, 0, 0, 1, 1. İkilikdə. Bu da oldu. Hansı variantımız? A. Doğru cavabımız A. Qlobal iqlim dəyişikliklərinin təsiri modeli. İqlim dəyişikliyindəki olan modellər hansı növ model adlandırmaq olar? Təbii ki, dinamik modellərdir, modelin növlərinə görə. Çünki zamana görə dəyişən modellərdir. İqlim dəyişiklikləri zamana görə dəyişir. Doğru cavabımız C. RGB rəng modelində ağ rəngin kodunu müəyyən edin. Qırmızı, yaşıl, mavi, göy rənglərimiz hər biri tamamlanmış olsa, yəni hər birini ən böyük qiyməti 255, 255 və 255 olsa, bu zaman ağ rəng alınıb. Həmçinin 16 say sistemində FF kimi də qeyd etmək mümkündür. Yəni doğru cavabımız Y. Verilənlərdən biri yanlışdır. Ağac dövvələrdən təşkil olunur. Ağacın sonuncu təpəsi yarpaq adlanır. Deməli, bizə yanlışı soruşur. Ağac dövvələrdən təşkil olunmur. Cavabımız yanlışdır. A. Baxaq digər variantlarımıza. Ağacın sonuncu təpəsi yarpaqdır, bəli. Təpədən heç bir yol çıxmırsa, bu yarpaqdır. Ağac iyerarxik quruluşludur, doğru. İlgəc olmur, doğrudur. Başlanğıc təpəsi kök adlanır, bu da doğrudur. Bizim variantımız olacaq A. Onluq say sistemində verilmiş 216 ədədinin 16-lıq say sistemindəki yazılışında ilk rəqəm neçə ilə başlayır? 8 üstü 16, 2 üstü 3, üstü 16 olsa, yəni 2 üstü 48, 2 üstü 48-i də biz 2 üstü 4, üstü 12 kimi yaza bilərik. Yəni 2-nin qüvvətlərinə, 16-nın qüvvətinə gətirsək, olacaq 16 üstü 12. Bu deməkdir ki, biz onluq say sistemindən 16-lıq say sistemi keçid edən zaman ədəd 16-nın qüvvətidirsə, əvvəlində 1, daha sonra isə 12 ədəd belə 0 yazacağıq. İlk rəqəmi soruşur bizdən, ilk rəqəmimiz də 1 olacaq. Doğru cavabımız B. İnformasiyanın AIDO təqdim edilmə formasına aid olan variantı müəyyən edin. AIDO səs deməkdir. Ədədlərlə verilmiş siyahı bank hesabı bu ədədidir. Elektron kitab, qəzet, mətin informasiyadır. Taktiki nişanlar, fiziki hərəkətlər. Burada daha çox nişanlar qrafikdir. İnsan nitqi, siqnal və musiqi. Bəli, bu audio informasiyadır, D variantı. Ayxan, Elçin, Fidan, Gülay və Yusif adlı 5 tələbə universiteti bitirdikdən sonra 5 müxtəlif sahədə bank, təhsil, neft, turizm, IT işə düzəldilər. Məlumdur ki, iş sahələrinin aylıq maaşları belə bir bizə cədvəl informasiya modeli verilib. Buna uyğun bir cədvəl çəkək. 1, 2, 3, 4, 5 nəfərdən ibarət. Biraz daha səliqəli olsun. Demək, cədvəlimiz belə bir cədvəl olacaq. İndi bir bəndləri oxuyub, bəndlərə uyğun cədvəldə öz hesablamamızı aparaq. İş sahələrinin aylıq maaşları verilib bizə. Ən yüksək maaşı olan Yusif, ən az maaşı olan isə Fidandır. Ən yüksək maaş bizdə 4500 Yusifə aiddir. Ən az maaş isə 1200 Fidana aiddir. Deməli, Fidan və Yusifə digər maaşlar üçün işarələr qoyaq. Elçin təhsil sahəsində işləyib və 1800 manat maaş alıb. Elçinin də maaşı məlumdur, 1800-dür, təhsil sahəsində işləyib həmçinin. Deməli, Elçin digər peşələr aid deyil. Hər bir şəxsə yalnız bir iş yeri və bir maaş aid olduğu üçün digərləri ola bilməz. Fidan aldığı 1200 manatlıq maaş Ayxan aldığı maaşdan 2 dəfə azdır. Fidan 1200 alıbsa, Ayxan aldığı maaş 2400'dür. Ayxan 2400 alıbsa, Gülaya qaldı 3000 manatlıq maaş.
Sonra 3000 alan şəxs IT sahəsində çalışır. 3000 alan Gülay idi. Deməli Gülay IT sahəsində çalışır. Gülay digər sahələrə aid deyil. Bizim maaşlarımız artıq məlumdur. Ayxan 2400, Elçin 1800, Fidan 1200, Gülay 3000, Yusif isə 4500 manat maaş alır. İş sahəsindən isə Elçin təhsil, Gülay isə IT-də işləyib. Qaldı Ayxan, Fidan və Yusifin iş yerləri. Bank sahəsində işləyən şəxs, neft sahəsində işləyən şəxsdən az, turizm sahəsində işləyən şəxsdən isə çox maaş alır. Deməli, bankda işləyən şəxs neftdə işləyəndən az, turizmdə işləyəndən isə çox alır. Bizim 3 nəfərimiz qaldı, həmçinin 3 dənə də peşəmiz qaldı. Belə çıxır ki, bunlardan, yəni Ayxan, Fidan və Yusifdən biri turizm, biri bank, biri də neftdə işləyir. Və maaşına görə isə ardıcıllıq belədir. Fidan ən az maaşlıdırsa, deməli Fidan turizmdədir. Belə. Bankda Fidandan sonra orta maaş alan, yəni Elçin və Gülaydan başqa, çünki bunlar təhsil və IT işlədiyinə görə yerdə Ayxan, Fidan, Yusif arasında seçim edilir. Turizm Fidana aiddir, bank Ayxana aiddir, 2400 maaş alır. Neft də Yusifə aiddir, çünki 4500 manat maaş alır. Deməli, Ayxan oldu bank, neft oldu Yusif. İndi bizdən Ayxanın hansı sahədə işlədiyini müəyyən edin deyir. Ayxan bank sahəsində çalışır. Doğru variantımız oldu C. Aşağıdakı printer növlərindən hansında çap prosesi zərbə ilə kağıza toxunaraq aparılır? Matrisli printer zərbəli printerdir. Kağıza zərbə yetirərək simvollarla çap edə bilir. Doğru cavabımız B. İnformasiya hansı xüsusiyyəti onun təhrif olunmamış və subyektiv fikirlərdən asılı olmayan formada olmasını təmin edir. Subyektiv fikirlərdən asılı deyil və təhrif olunmamış formasıdır. Bu olacaq obyektivlik xassəsi. Doğru cavabımız Y. Qraf informasiya modelində qapalı yol necə adlanır? Qraf informasiya modelində biz qapalı yola dövbələr deyirik. Doğru cavabımız A. Trukolo rejimində kodlaşdırılmış qrafik təsvir Haykolo rejiminə çevrildikdə həcmi necə dəyişər? Trukolo rejimində kodlaşdırılmış qrafik təsvirin rəng dərinliyi 24 bitdir. Haykolo rejimində isə kodlaşdırılmış qrafik təsvirin rəng dərinliyi 16 bitdir. Yəni, Trukolo rejimində 24 bit, Haykolo'da 16 bitlə kodlaşdırma aparsaq, bu zaman 24'ü 16'ya bölürük. 1/5. Trukolo rejimində 1/5 dəfə dəyişiklik olur. Yəni, Haykolo rejiminə keçdiyimiz zaman bizim təsvirin həcmi 1/5 dəfə azalacaq. Doğru cavabımız C. Monitorun ekran diaqonalı nə ilə ölçülür? Monitorun ekran diaqonalı düyümlə ölçülür. D. Şəbəkənin orta sürəti 2048 bit saniyədir. Bu sürətlə 2 dəqiqə ərzində yüklənmiş faylın həcmi neçə kilobayt olar? Deməli, Q bərabərdir V vurulsun T. Burada V verilib mənə 2048 bit bölünsün saniyə. T isə 2 dəqiqə. 2 dəqiqəmiz isə 120 saniyədir. 120 saniyə. Bu da bərabər olacaq 2048 211 vurulsun 120'yə. Təbii ki 120 bit olacaq. Cavabı bitlə aldıq. Bizdə isə sonda cavabı kilobaytla istəyir. Bitdən kilobayta keçmək üçün 313'ə bölməliyik. Yəni burada 4 100 ilə də gedəndə qalacaq 30 kilobayt. Cavab olacaq 30 kilobayt B variantı. İnformasiyanın təqdim olunma üsulları hansıdır? İnformasiyanın 5 təqdim olunma üsulu var. Mətin, qrafik, səs, video və ədədir. Doğru cavabımız A. ZIT 16'lıqda 16 say sistemində ədədin açıq yazılış forması verilib. Deyək, buna əsasən 16'da verilmiş ədədin özünü tapın.
Bilirik ki, 16 say sisteminin onluq say sistemə keçid edən zaman ədədin əsasına uyğun qüvvətlər formasında yazılışı olur. Və burada nəyə baxaq? Z 16-lıqda 14 16-nın kubu. Deməli, ədədimiz olub 14. Daha sonra 16-nın kvadratı yoxdur. Deməli, ədədə sıfıra vurma əməli baş verib. 14 isə 16 say sistemində y kimi yazarıq. Bunu dəqiq formada yazaq. Olacaq y 0. Daha sonra 16 üstü 1 vurulsun 8 isə deməli burada 8 ədədidir. 12 ədədi olacaq c. 16 üstü 0, 16 üstü 1, 16 üstü 2, 16 üstü 3. C 8 0 y. Doğru cavabımız oldu y variantı. Şagirdin dərs zamanı lövhədə yazılan qeydləri dəftərində köçürməsi hansı informasiya prosesinə aiddir? Şagird dərs zamanı lövhədə yazılan qeydi dəftərinə köçürür. Burada informasiyanın forması dəyişmir, yəni. Bu da köçürmə prosesini soruşur ki, bu da yəni dəftərində saxlayır. A variantı. Deməli, bu tapşırıqda bizi ağac informasiya modelini istifadə etməklə tapmaq istəyir. Birincisi, bunu adi üsulla belə deyək. Təsəvvür edək ki, 3 rəqəmli ədədimdir. 3 rəqəmli ədəddə sonda yalnız 2 ədəd qoya bilərəm. Ya 2, ya da 6. Yəni 2 şansım var. 2, 5, 6, 9-dan məndən yalnız cütü istədiyinə görə sonu yalnız 2 rəqəmlə qutara bilər və yaxud da 6 ilə qutara bilər. Yəni 2 şansımız olduğuna görə 2 yazıram. Öndə isə 2, 5, 6, 9 rəqəmlərindən ya 2, ya 6 sonda işlədəcəyim üçün 4 rəqəmdən 3 şansım qalır əvvələ. Yerdə qalan 3-ün də birinci ədəddə işlətdiyim üçün birinci rəqəmdə və qalır 2 ehtimal. 3 vur 2 vur 2 oldu 12. Bizə deyir ki, ağac informasiyasından da istifadə edə bilərsiniz. Yəni kömək olaraq ipucu verib, əgər bu yol çətindirsə, ağac informasiyasında təpə nöqtələri çəkirsiniz. 2, 5, 6, 9. Və nəzərə almalısınız ki, yalnız cütdür. Cüt olmalıdır. 2 ilə başlayıbsa, sonda yalnız 6 ilə bitə bilər. Yəni 5, 9, 2, 6 yazıb 6 yaza bilmədiyimə görə. Demək, ikinci rəqəm ancaq 2, 5, 9 olacaq. Burada da yalnız 6 olacaq. Məndən ancaq cütü istəyib. İlk 2 ilə başlayırsa, sonu mütləq 6 ilə qutaracaq. Yox, əgər 5 ilə başlayıbsa, sonu həm 2 ilə, həm də 6 ilə qutara bilər. Əgər 2 ilə 6 ilə bitirsə ortada 2, 2 ilə bitirsə ortadakı rəqəmimiz 6, yox 9-la bitirsə həm 2, həm də 6 ola bilər. Beləliklə 256, 296, 1, 2, 3, 4, 5, 6 üsulumuz buradan alındı artıq. Bu yolla davam etsək, 6 üsulda yenə də digərlərində alınacaq. Eynən 2-dəki kimi 5, 9 yazsam, burada olacaq 2, çünki 5 yazmışam. 9-da da olacaq yenə 2. Belə. Digərdə 9-da, 9-u biraz buradan yazaq, tam görə bilək. 9 ilə başlayırsa ədədim, nələr ola bilər? 2 ola bilər və yaxud da 6 ola bilər və yaxud da 5 ola bilər. 9 2 ilə başlayıbsa sonu 6 ilə qutarmalıdır. 9 6 olubsa sonu 2 ilə bitməlidir. 5 olubsa həm 2 ilə həm də 6 ilə bitə bilər. Bütün təpələri saysam son olaraq 5, 6, 7, 8, 9, 10, 11, 12. Deməli, mən 12 müxtəlif ədəd düzəldə bilərəm. 3 rəqəmli ədəd düzəldə bilərəm. Doğru cavabımız oldu 12. Giriş qurğularını müəyyən edin. Printer çıxış qurğusudur. Web kamera giriş qurğusudur. Doğrudur 2. Mikrofon giriş qurğusudur. Monitor çıxış qurğusudur. Scanner giriş qurğusudur. Proyektor çıxış qurğusudur. Doğru cavabımız 2, 3, 5. A məntəqəsindən L məntəqəsinə, M məntəqəsindən keçmədən neçə müxtəlif yolla getmək olar? A-dan yalnız A ilk məntəqəmdir. B-yə bir yol, C-yə də bir yolla gedə bilirəm.
B-yə bir yolla gəlmişəm. M-ə və D-yə bir yolla çıxa bilirəm. C-yə də bir yolla gəlmişəm. D-yə bir yolla gedə bilirəm. D-yə həm B-dən, həm C-dən 2 yolla gəlmişəm. Deməli, 2 müxtəlif yolla da M-ə, C-yə və Y-yə gedə bilirəm D-dən. M-ə 2 və 1 oxlan üzərindəki qiymətləri sayıram. 3 yolla gəlmişəm. Y-yə 2 müxtəlif yolla gəlmişəm. C-yə 2 və 2. Cəmi 4 müxtəlif yolla gəlmişəm. N nöqtəsinə Y-dən 2 yolla gəlmişəm. N-ə K nöqtəsinə 4 3, 7 müxtəlif yolla gəlmişəm. Ümumilikdə elə 7, 4, 2. 13 müxtəlif yolla gəlmək mümkündür. Doğru cavabımız 13. Aşağıdakı ədədlərdən hansı təkdir? Ədədlərin tək cüt olduğunu ikili cüt say sistemində tapmaq daha rahatdır. Ədəd əgər cüt say sistemindədirsə, sonu təklə bitirsə, elə o ədəd də tək olacaq. Amma tək olan say sistemində biraz bunu tapmaq çətinlik çəkirik. Deməli, birinci ədədimiz sonu 1 ilə bitibsə, deməli təkdir. Cavabım olacaq 1. 8-li say sistemi cütdür. 2 ilə bitibsə, bu elə cüt olacaq. Yəni, bunu biz onlu say sisteminə keçid edib yoxlaya da bilərik. Üçüncüdə, burada təkli say sistemidir. Amma əvvəldə də 1-dən başlayıb hesablasaq, 5 üstü 0, 1, 2, 3 yazsaq, 5-in kubu 125 eləyib. Deməli, bizim bu ədədimiz 125-dir. Onluqda. Yəni, tək ədəddir. Dördüncüdə, A1D yazıb 16-lıqda cüt say sistemi sonu 13 ilə bitib təkdir. Hesablasaq, həqiqətən də 189 alınacaq, səhv etmirəmsə. Və burada 1341 5-li say sistemində onlu say sistemi keçirsəm 221 alınacaq. Hardasa bu da təkdir. 1, 3, 4, 5 təkdir. Yəni, yolu da budur ki, cüt say sistemində son cütlə bitirsə elə cüt ədəddir. Hansı ədədlər sizə tam aydın olmasa, onu onluq say sisteminə keçid edib də yoxlaya bilərsiniz. Klaviaturanın düymələri və onların növləri haqqında uyğunluğu müəyyən edin. İdarə etmə klavişi, funksiyanal və xidməti klavişlər. Birinci, idarə etmə klavişlərinə oxlar, page up, page down, home və end aiddir. Yəni, B ilə Y. İkinci, funksiyonal klavişlər F13 aiddir, D. Üçüncüdə, xidməti klavişlər Caps Lock, Shift, Delete, ESC, Insert hamısı xidmətidir, A və C. Həcmi 13 GB olan boş diski əvvəlcə 2 ədəd 3072 MB şəkil faylı, 5 ədəd 1 GB-lıq mətin faylı, 8 ədəd 512 KB-lıq səs faylı əlavə olundu. Daha sonra 4 ədəd 512 KB-lıq mətin faylı silindi. Diskdə neçə MB boş yer qalır? Deməli, diskimiz boşdur. Həcmi də 13 GB-dır. Əvvəlcə bizə şəkil, mətin və səs əlavə olunur diskə, sonra yenidən mətnin bir hissəsi silinib. Bizdə şəklin, ümumiyyətlə informasiyanın hansı formada olmasının, hansının silinib, hansının silinməməsinin burada heç bir önəmi daşımır. Yəni, şəkildir, mətindir. Əsas o bizi həcmlərlə işləyəcəyik. Əvvəlcə hesablayıram. 2 vururam 3072 MB-a. Bu da eləyir 6 GB. Sonra 1 vuranda 5 GB-a eləyəcək 5 GB. 8 vuranda 512 KB-a edəcək. Bunu megabayta mən keçirtsəm, çünki axırda mənim cavabı megabaytla istəyir. Kilobaytdan megabayta keçmək üçün 1024-də bölməliyəm. Bu zamanda olacaq 4 megabayt. Həmçinin sonda 4 ədəd 512 kilobayt olacaq. Bunu da megabayta keçirtsəm yenə bölsəm 1024-də olacaq 2 megabayt. Deməli, 6 GB, 5 GB, 4 MB, 2 MB. İndi mənim 13 GB-lıq boş diskimdən, içindən 6 GB silinib, daha sonra 5 GB silinib,
Daha sonra 4 megabayt silinib. Daha sonra üzərinə yeni 2 megabayt gəlib. Yəni bunlar yazıldıqca diskin yaddaşına, diskin yaddaşından silinmiş olur. Faylı diskin yaddaşından biz siləndə isə diskin yaddaşı artmış olur. Ona görə üstünə gəldim. Bu zaman 13 GB-dan 6 və 5 GB çıxdıqda eləyəcək 11 GB olacaq 2 GB və yenidən bu 4 megabayt çıx 2 megabayt. Demək 2 GB-ı megabayta çevirməliyəm. Olacaq 2048 megabayt çıx 2 megabayt. Bu da bərabərdir 2046 megabayt. Bu və buna bənzər alternativ yolla uyğundur. Yəni biz bunu mən belə formada ayrılıqda yazdım. Siz birbaşa keçidlər edib elə də çıxa bilərsiniz. Hər bir formada cavab 2046 megabaytdır. Qrafik rastr təsvirinin informasiya həcmi 10 kilobaytdır. Eni 256 piksel paletada isə 256 rəngin olduğu məlumdursa, təsvirin hündürlüyünü tapın. Təsvir ümumiyyətlə piksel sayı A vurulsun B, bu rəng dərinliyi bərabərdir həcmdir. Paletradakı rəng dərinliyini bilmirik, ancaq bizə paletramız verilib. Rəng bərabərdir 2 üstü n-dirsə, n dərinlikdir. 256 müxtəlif rəngimiz varsa, belə çıxır ki, n bərabərdir 8 bitə. Yəni 8 bitlə kodlaşdırılıb. Verilmiş düsturda, yazdığım düsturda hər birini yerinə qoyaq. 256 deyə A verilməyib. B 256 pikseldir, 2 üstü 8 edir. Dərinliyim 8 bitdir. Mən paletradan dərinliyimi tapdım, 8 bitdir. 8 biti də 2 üstü 3 kimi yazsam, 2 üstü 3 bərabərdir. Həcmimiz 10 kilobaytdır. Kilobaytdan bitə çevirmək üçün 2 üstü 10'a vuracam. 2 üstü 13'ə vuracam. Ona yox, 13'ə. Burada A bərabərdir nəyə? 10 vurulsun 2 üstü 13 bölünsün. Burada 2 üstü 8 və 2 üstü 3 eləyəcək 2 üstü 11. 11 8 bir dəqiqə 2 üstü 11. Aha. 2 üstü 13-dən 2 üstü 11 də gedəndə qaldı 10 vurulsun 4, o da elədi 40. Deməli bizim hündürlüyümüz 40 pikseldir. 50 simvoldan ibarət olan məlumatın informasiya tutumu 250 bitdir. Bu məlumatın yazıldığı əlifbada yazılmış olan digər bir mətin faylının, deməli biz birinci tapmalıyıq ki, bizim 50 simvol əlifbamızın həcmi 250 bitdirsə, bizim əlifbamızın informasiya miqdarı, yəni nə qədər bir informasiyamızın miqdarı nə qədərdir? Digər, həmin bu əlifbada 16 sətr, 256 simvol və 64 səhifədən ibarət bir məlumat, ikinci bir məlumat mətn faylı yazılıb. İlk öncə biz əlifbamızdakı informasiya miqdarını tapmalıyıq. Demək 50 simvol vurulsun i bərabərdir 250 bitdirsə, deməli bizim bir simvolumuzun informasiya miqdarı 5 bit olub. İ'ni tapdıq. İndi məsələnin ikinci hissəsini keçək. 16 sətr, 2 üstü 4, 256 simvol, 2 üstü 8, 64 səhifə, 2 üstü 6 və 5 bitdən ibarətdir. Çünki həmin əlifbada yazılıb, yəni 5 bitlə yazılıb. Neçə kilobayta həcmimiz bərabər olacaq? Səhifə, simvol, sətr və informasiya miqdarının həcmi, hasili bərabər olur həcmə. Mənim aldığım cavab bitlədir. Çünki biz burada yuxarıda bit almışıq. Olacaq 2 üstü 10, 8 bit vurulsun 5. Həmsini 5 vurulsun 2 üstü 18 bit. İndi biz bunu kilobayta çevirmək üçün 2 üstü 13'ə də bölməliyik. Çünki 1 kilobaytımız 2 üstü 13 bitdir. Bitdən kilobayta keçmək üçün 2 üstü 13'ə bölməliyik. 2 üstü 8, 2 üstü 13 ixtisar gedərsə, üstü 5 kilobayt. Yəni 32 vurulsun 5. Bir dəqiqə burada
32 vur 5 o da olacaq 160 kilobayt. 160 kilobayt.